525-ci qəzetin 5 iyun tarixli sayında dərc olunacaq yazılardan biri Tamilla İmzadənin müğənni vokal ifaçısı İntizar Ağdamlı ilə apardığı maraqlı müsahibədir. Müsahibədə İntizar Ağdamlı sənətə gəliş yolundan, ailə mühitinin onun seçimlərinə təsirindən və müəllimlik peşəsinə olan sevgisindən danışır. O bildirir ki, uzun müddət müəllimlik fəaliyyəti onun əsas peşəsi olub və musiqi istedadı yalnız sonradan üzə çıxıb. İntizar Ağdamlı Ağdamda keçən uşaqlıq illərindən, məcburi köçkünlük dövrünün yaratdığı çətinliklərdən və Bakıda davam edən həyat yolundan bəhs edir. O, təhsil aldığı illərdə pedaqoji fəaliyyət göstərdiyini, həm Azərbaycan Dillər Universitetində, həm də Bakı Slavyan Universitetində müəllim kimi çalışdığını qeyd edir. Müsahibədə sənətkar səsinin kəşf olunma tarixçəsini də bölüşür. O bildirir ki, musiqiyə marağı ailə üzvləri tərəfindən üzə çıxarılıb və bu istiqamətdə onu xalq artisti Xuraman Qasımova yönləndirib. Daha sonra o, Bakı Musiqi Akademiyasında təhsil alaraq vokal sahəsində ilk addımlarını atıb. İfaçı ailə həyatı ilə bağlı çətinliklərdən də söz açır. O, Türkiyəyə köçməsi, əkiz övladlarının dünyaya gəlməsi və bu dövrdə sənətdən uzaq qalmasının həyatında mühüm dönüş nöqtəsi olduğunu vurğulayır. Lakin ailəsinin və xüsusilə həyat yoldaşının dəstəyi ilə yenidən sənətə qayıtmağa qərar verdiyini bildirir. Müsahibədə sənətkar Ağdamla bağlı xatirələrini də bölüşür. Doğma yurdun onun yaddaşında silinməz izlər buraxdığını qeyd edir və Qarabağın azad olunmasını böyük sevinc kimi dəyərləndirir. İntizar Ağdamlı həmçinin müasir musiqi mühiti, yaradıcılıq prosesində yaşanan çətinliklər və sənətə ciddi yanaşmanın vacibliyi barədə də fikirlərini ifadə edir. Müsahibənin sonunda ifaçı övladlarının incəsənətə marağından danışır və gələcəkdə onların seçimlərinə hörmətlə yanaşacağını bildirir. Nigar Abbasova, 525-ci kanal.